Yeni il tətillərinin bitməsi ilə birlikdə ölkə üzrə pensiyaçıların diqqəti yanvar ayı ödənişlərinə yönəlib. Xəbər səsi xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu DSİMF tərəfindən həyata keçirilən ödənişlərin qrafiki və 2026-cı ilin əvvəlində gözlənilən indeksasiya artımı ilə bağlı suallar aktuallaşıb. Bəs yanvar ayı pensiyaları hansı tarixlərdə kartlara köçürüləcək? Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər mövcud təcrübəyə və qrafiki əsasən pensiya ödənişləri hər ayın ortasında həyata keçirilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların yanvar ayının 8-15 aralığında ödənilməsi gözlənilir. Bayram günləri ilə əlaqədar banklarda yaranan qısa fasilə ödənişlərin gecikməsinə səbəb olmayacaq. Rayonlar üzrə pensiyalar nə vaxt veriləcək? Respublikanın digər bölgələrində yaşayan pensiyaçılar, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslər üçün ödənişlərin ayın ikinci yarısında təxminən yanvarın 20-dən sonra həyata keçirilməsi planlaşdırılır. Pensiyalar artımla veriləcəkmi? İndeksasiya pensiyaçıları ən çox maraqlandıran sual artımla bağlıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi ilə uyğun olaraq indeksləşdirilir. Lakin bu artım adətən Dövlət Statistika Komitəsi tərəfindən rəsmi rəqəmlər açıqlandıqdan sonra hesablanır. Sərəncam fevral ayında imzalanır. Diqqət, yanvar ayının pensiyası köhnə qaydada verilə bilər. Lakin fevral ayında veriləcək pensiyaya həm fevralın artımı, həm də yanvar ayının artım fərqi əlavə edilərək birlikdə ödəniləcək. Dəqiq qrafik açıqlandığı təqdirdə xəbər yenilənəcək və rəsmi tariflər izləyicilərimizə təqdim olunacaq.